Həyatım bayaqları baxdım acıqamız da qutarıb. Gedim alım gəleyim, yoxsa bunu da evdə hazırlayasın. Bura gəl. Axı bilirsən hər şeyi evdə özüm hazırlayıram. Acıkan da evdə özüm hazırlayacağam. İlk pomidorları 2 yerə bölüb qazana əlavə edib qazda suyu çıxana kimi pişməyə qoyacağıq. Suyu azca çəkildi, indi isə blenderdan keçiririk. Püre etdiyimiz pomidoru 20 dəqiqəliyinə qaza qaynamağa qoyuruq. Ardınca biberləri, sarımsağı, duz, istiyor sirkə, duru yağı əlavə edib pişiririk. Möhtəşəm qoxusu olan acıkalarımız hazırdır. İndi isə bankaları doldururuq. Siz bunları qışa soyuq, sərin yerdə də saxlaya bilərsiniz. Mən qışa təbii ki saxlamayacağam. Qızartmaların yanında, xəngəllə də çox möhtəşəm gedir də hazır mövsümikən mütləq şəkildə hazırlayın.